Sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb. Bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir. Yeni konstitusiya regional əhəmiyyət kəsb edəcək. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. İran və ABŞ arasında danışıqlar başlayıb. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Əraqçı bildirib. Onun sözlərinə görə nüvə danışıqları ilə bağlı plan və düşünülmüş strategiya mövcuddur. Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emomali Rəhman Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında müqavilə imzalayıblar. Ukraynada təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdən başqa bir şey deyil. Sülhpərvər hərəkətləri təqlid edən addımların heç kimə faydası yoxdur. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Ushakov deyib. Biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Bu sözləri Prezident İlham Əliyev 12-ci Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. İkinci Dünya müharibəsindən sonraki düzən tam başa çatmayıb, lakin biz bunu qəbul etməliyik ki, 80 ildə yaşadığımız dövr dəyişir. Çin, ABŞ rəqabəti görünəcək. Bunu Türkiyənin sabiq Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.